Salam əziz dostlar, hörmətli qəsəbəmizin sakinləri. Bir daha hər birinizi salamlayıram, axşamınız xeyir olsun deyirəm. Qəsəbə sakinlərindən çoxsaylı müraciət və şikayətlərini nəzərə alaraq qəsəbə daxilindəki daha bir aktual problem barədə qısa danışmaq istədim. Bildiyiniz kimi, Ələt qəsəbəsi daxilindəki yollarımız, yəni istər məhəllə daxilindəki, istər magistral yol xətti, asfalt örtüyü çox bərbad vəziyyətdədir və əsasən də soyuq, qarlı qış aylarında yağış yağarkən bu problemlər daha da tez nəzərə çarpır, daha tez özün büruzə verir. Hər kəsə kənardan da bəllidir, hər kəs daha yaxşı görür bunu və biz aidiyyəti qurumdan, Azəravtoyol Servisdən xahiş edirik, qəsəbə sakinlərinin haqlı narazıçılığını nəzərə alıb, sözü gedən problemi inşallah tez bir zamanda aradan qaldırılmasını xahiş edirik. Həqiqətən Ələt qəsəbəsinin bugün yolları çox bərbad, çox utanc verici vəziyyətdədir. Ümid edirik, əminik ki, inşallah xahişimizi, təklifimizi, iradımızı onlar düzgün qarşılayar, nəzərə alarlar.